Hamıdan qəşəng. Güllü çiçəkli qəşəng bir həyətdə Qaraş adlı balaca, qapqara bir küçük yaşayırdı. O çox ürəyi açıq və xeyirxah idi. Həyətdəki sərçələrlə, toyuq cücə ilə, hətta dalaşqan xoruzla dostluq eləyir, mehriban davranırdı. Təkcə Ağmur adlı nazlı qəmzəli lovğa pişik Qaraşla yola getmirdi. Bir gün Qaraş həyətdə oynayan zaman Ağmurla bərk toqquşdu. Ağmur hirslənib qışqırdı. Bura bax, ayağının altını görmürsən? Qaraş incik səslə dedi. Sən özün necə? Məgər məni görmürdün? Pişik kinayə ilə bərkdən güldü. Mən səni görməyə bilərəm. Torpaqdan seçilmirsən, qapqarasan. Ancaq məni görməmək mümkün deyil. Çünki ağappağam. Qaraş bu sözlərdən pərt oldu. Başını aşağı salıb öz yuvasına girdi. Ertəsi gün Qaraş əhəng tozunun içində oynadı və bütün bədəni bozumtul ağ rəngdə oldu. O başını dik tutaraq həyətdə gəzməyə başladı. Ağardığı üçün özünü çox xoşbəxt hiss edirdi. Həyətin sakinləri təəccüblə ona baxırdılar. Hətta Ağmur deməyə söz tapmayıb öz küncünə çəkildi. Axşam tərəfi həyətin sakitliyini toyuğun qaqqıltısı pozdu. Ay haray, kömək edin, cücəm hovuza düşüb, qıt-qıt-qıdak, qıt-qıt-qıdak. Doğrudan da dəcəl cücələrdən biri suda çırpınırdı. Bunu görən Qaraş cəld suya atıldı. Başı ilə cücəni itələyə-itələyə hovuzun qırağındakı daşın üstünə çıxartdı. Qaraş sudan çıxdı, silkələnib özünü qurutmağa başladı. Bu zaman pişiyin kinayəli gülüşü eşidildi. Nə oldu, bəs sən ağarmışdın? Qaraş suda öz əksinə baxdı. Doğrudan da o yenə qapqaraydı. Başını aşağı salıb dolğusundu. Cücələr onu dövrəyə aldılar. Bayaq suya düşmüş cücə qabağa gəlib Qaraşı sığalladı və dedi. Sən qara olsan da hamıdan qəşəngsən.